Bismillahirrahmanirrahim. Mübarək Ramazan ayının 24-cü gününün imsak vaxtıdır. Gecənin ən dərin, ən tənha və Rəbbimizin rəhmətinin yeryüzünə ən yaxın olduğu o müqəddəs an. Bu elə bir andır ki, asimanda mələklər istəyən yoxdurmu verilsin, bağışlanma diləyən yoxdurmu əfv edilsin deyə nida edərlər. Əziz və dəyərli izləyicilər, biz illərlə dua edirik. Əllərimizi göyə qaldırıb ağlayırıq, istəyirik, yalvarırıq. Lakin çox vaxt içimizdə o dəhşətli sual yaranır. Niyə duam qəbul olmur? Niyə səsim göylərə çatmır? Biz elə bilirik ki, Allah bizi eşitmir. Halbuki kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm duaların qəbul olmamasının sirrini bizim öz daxilimizdə, seçimlərimizdə və xəstə qəlblərimizdə axtarmağımızı öyrədir. Ramazanın 24-cü günü oxunan dua məhz o qapalı qapıları qıran, duanı ox kimi hədəfə çatdıran sirri bəyan edir. Bugün sizinlə ömrü boyu oxuduğu hər duası anında qəbul olan böyük səhabə Səd ibn Əbi Vəqqasın Rəsulullahdan öyrəndiyi o sarsıdıcı halal loxma fəlsəfəsini kəşf edəcəyik. Allahın bəşər tarixində arada heç bir pərdə olmadan, üz-üzə və birbaşa danışdığı yeganə insan olan şəhid Abdullah ibn Əmrin Rəbbinin huzurunda etdiyi o nəhəng və sarsıdıcı xoşnudluq, yəni riza duasını öyrənəcəyik. Bütün sərvətini, qızıllarını sırf Allaha itaət etmək üçün Məkkə müşriklərinə atıb tərk edən Suheybər Ruminin Rəsulullahdan aldığı o böyük müjdəni eşidəcəksiniz. Və İmam Əlinin əleyhissalamın oğlu İmam Həsənə yazdığı tarixi məktubunda bəyan etdiyi dua və xəzinənin açarları haqqındakı o misilsiz hikməti dərk edəcəyik. İndi bütün dünyanı kənara qoyun. Qəlbinizi o qəbul olunan duaya hazırlayın. 24-cü günün imsakında oxuduğumuz dua sadəcə bir istək deyil, Allahla qul arasındakı müqavilədir. Gəlin bu möhtəşəm duanın kəlmələrinə diqqət edək. Allahümmə inni əsəlükə fihi ma yuzik. Yəni, Allahım, bugün mən səndən yalnız səni razı salacaq, səni xoşnut edəcək şeyləri istəyirəm. Və əuzukikə mimma yuzik və səni qəzəbləndirəcək, sənə xoş getməyəcək hər şeydən sənə sığınıram. Və əsəlükə təvfiqə fihi li ən utiəkə və lə əsik. Səndən mənə sənə itayət etmək və əsla asi olmamaq, günah etməmək üçün kömək, yəni tövfiq bəxş etməyini istəyirəm. Ya cəvadə sailin, ey istəyənlərə, diləyənlərə qarşı ən cömərd, ən səxavətli olan Rəbbim. Fikir verin, biz bu duada Allahdan pul, mal, övlad və ya cənnət istəmirik. Biz kainatın Rəbbindən səni nə razı salırsa, onu istəyirəm deyirik. Çünki əgər Allah bir quldan razı qalsa, ona istəmədiyi şeyləri belə xəzinəsindən bəxş edər. Bəs onu razı salmağın və duanın qəbul olmasının əsl təməli nədir? Biz hər gün dua edirik, amma nədənsə səsimiz divarlardan geri qayıdır. Bəs Rəsulullah sallallahu aleyhi və alihi və səlləm duanın qəbul olması üçün ən vacib, amma bizim ən çox unutduğumuz o fiziki və mənəvi şərt barədə nə deyib? İslam tarixində müstəcabüd dəvə, yəni duası anında qəbul olan ləqəbi bir səhabə var idi. Səd ibn Əbi Vəqqas. O əlini göyə qaldırıb nə istəsəydi, Allah dərhal onu verirdi. O heç vaxt geri çevrilmirdi. Bəs o bu məqama necə çatdı? Səd ibn Əbi Vəqqas bir gün kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləmə yaxınlaşdı və dedi: Ya Rəsulallah, Allaha dua et ki, məni duası mütləq qəbul olan qullarından eyləsin. Mən də əllərimi göyə qaldıranda boş qayıtmasın. Rəhmət elçisi sallallahu aleyhi və alihi və səlləm ona namaz qıl, günlərlə ac qal demədi. O, bəşəriyyətin damarlarına işləyən o sarsıdıcı sirri bəyan etdi. Ey Səd, yeməyini, loxmanı pak və halal et ki, duaların qəbul olunsun. Məhəmmədin canı əlində olan Allaha and olsun ki, bir qul mədəsinə haram bir loxma atarsa, o haramın təsirindən düz 40 gün onun heç bir əməli və duası qəbul olunmaz. Əti və qanı haram və faizlə böyüyən bir bədənə ən layiq olan yer yalnız cəhənnəm odudur. Allahu Əkbər. Baxın səbəbə, 40 gün. Yeyilən tək bir haram loxma, kiminsə haqqı, faizlə alınan bir çörək, insanın qəlbi ilə göylər arasına 40 günlük bir beton divar hörür. İnsan səccadədə ağlayır, amma bədəni haramla qidalandığı üçün duası o divarı aşa bilmir.
24-cü günün imsakında mənə itaət etmək üçün kömək et deyəndə Allahdan məhz bunu istəyirsiniz. Allahım, mənim loğmamı halal, mədəmi pak et ki, səsim sənin ərşinə maniyəsiz çata bilsin. Duanın əvvəlində biz səni razı salacaq şeyləri istəyirəm deyirik. Bəs Allah bir bəndəsindən tamamilə razı qalanda, onu öz lütfünə qərq edəndə nə baş verir? Rəvayət edilən bu qan donduran hadisə, Rəbbin öz qulu ilə heç bir pərdə olmadan danışdığı o kosmik anı bəyan edir. Uhud döyüşündən sonra idi. Səhabə Cabir ibn Əbdullah çox kədərli və boynunbükük halda oturmuşdu. Çünki onun atası, böyük səhabə Əbdullah ibn Əmr Uhudda qəhrəmancasına vuruşaraq şəhid olmuş və geridə böyük bir borc, yetim uşaqlar qoymuşdu. Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm Cabirin kədərli olduğunu görüb ona yaxınlaşdı və bəşəriyyəti heyrətə salan o xəbəri verdi. Ey Cabir, Allahın sənin atanı necə qarşıladığını, ona necə lütf etdiyini sənə xəbər verimmi? Cabir ağlayaraq dedi, Bəli ya Rəsulallah, xəbər ver. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm buyurdu. Allah Teala bu günə qədər heç bir insanla, heç bir peyğəmbərlə vəhiy yolu ilə pərdə arxasından olmadan danışmamışdır. Lakin Allah sənin atanı şəhid olduqdan sonra diriltdi, onu öz huzuruna gətirdi və arada heç bir pərdə olmadan birbaşa, üz-üzə onunla danışdı. Təsəvvür edirsinizmi? Yaradan öz qulu ilə pərdəsiz danışır. Bəs o nəhəng huzurda Allah Əbdullahdan nə istədi? Allah Teala buyurdu, Ey qulum Əbdullah, məndən nə istəyirsən istə, sənə verim. Təsəvvür edin, hər şeyin sahibinin qarşısındasınız. Cənnətin ən üst qatını, qızıllar, saraylar istəyə bilərsiniz. Lakin səni razı salacaq şeyləri istəyirəm duasını ömrünə həkk etmiş Əbdullahın cavabına baxın. O dedi, Ya Rəbb, sən mənə saysız neymətlər verdin. Mənim səndən tək bir istəyim var. Məni yenidən dünyaya qaytar ki, mən bir daha sənin yolunda vuruşum və sənin rizan, xoşnudluğun üçün ikinci dəfə şəhid olum. Allahu Əkbər. Bu necə bir sevgidir? Allah Teala buyurdu. Mən hökm vermişəm ki, ölənlər bir daha dünyaya qayıtmazlar. Əbdullah dedi. Onda ya Rəbb, mənim bu halımı məndən geridə qalanlara, Peyğəmbərə və möminlərə xəbər ver ki, bilsinlər. Və Ali İmran surəsinin 169-cu ayəsi nazil oldu. Allah yolunda öldürülənləri ölü sanma, onlar Rəbbinin qatında diridirlər. Baxın, Allahdan yalnız onun rizasını istəmək budur. 24-cü günün imsakında səni razı salacaq şeyləri istəyirəm deyəndə, Rəbbinizə məhz bunu deyirsiniz. Allahım, dünya məni mülklə sınağa çəkəndə, mənə Əbdullahın qəlbindəki o təqvanı ver ki, mən də pərdəsiz lütfünə layiq olum. Duanın 3-cü hissəsində biz sənə itayət etmək və əsla asi olmamaq üçün kömək et deyirik. İtayət bəzən malından, canından, ən sevdiyin şeylərdən sırf Allah üçün keçməkdir. Səhih mənbələrdə rəvayət edilən Süheyb Ər-Ruminin hekayəsi, Allah rizası üçün edilən fədakarlığın necə dərhal göylərdə qəbul edildiyinin ən nəhəng sübutudur. Süheyb, gəncliyində qul olaraq Məkkəyə gəlmiş, sonra azad edilib illərlə ticarət edərək böyük sərvət qazanmışdı. Resulullah sallallahu aleyhi və alihi və səlləm Mədinəyə hicrət etdikdə Süheyb də Allaha itayət edib dinini yaşamaq üçün Məkkəni tərk etmək qərarına gəldi. O yola çıxarkən Məkkənin müşrikləri silahlarla onun qarşısını kəsdilər və dedilər, Ey Süheyb, sən bura yoxsul bir qul kimi gəlmişdin. Bizim içimizdə zəngin oldun, sərvət qazandın, indi o qədər sərvətlə çıxıb Məhəmmədin yanına getməyinə icazə verməyəcəyik. Süheyb atından düşdü, ox qabını yerə tökdü və dedi, Bilirsiniz ki, mən ən yaxşı ox atdanlardanam. Yaxına gəlsəniz hamınızı vuraram,
sonra da qılıncımla vuruşaram. Lakin Süheyb anladı ki, onu öldürəcəklər və o, Rəsulullah'a itayətə qovuşa bilməyəcək. O, bəşəriyyət tarixinə qızıl hərflərlə yazılan o təklifi etdi. Əgər bütün sərvətimi, pullarımı, qızıllarımı güzlədildiyi yeri sizə desəm və hamısını sizə bağışlasam, məni sərbəst buraxıb yolumdan çəkilərsinizmi? Müşriklər pulu eşidəndə sevinclə bəli dedilər. Süheyb bütün ömrü boyu qazandığı hər bir qəpiyi, bütün mülkünü sırf Allahın rizası və Peyğəmbərə itayət üçün o cahillərə atdı və əliboş, ac, yorğun halda Mədinəyə, Məhəmməd Mustafaya doğru yola çıxdı. Süheyb Mədinəyə qaya çatanda Rəsulullah onu uzaqdan gördü. Süheyb ələ heç nə danışmamışdı, lakin vəhiy gəlmişdi. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm təbəssümlə ona tərəf qaçdı və 3 dəfə ard-arda o müjdəni fəryad etdi. Rəbihəl bey'u ya Əba Yəhyə, Rəbihəl bey'u ya Əba Yəhyə. Yəni, ticarətin çox qazanclı oldu, ey Əbu Yəhyə, ticarətin qazandı. Və o an Bəqərə surəsinin 207-ci ayəsi Süheybin şərəfinə nazil oldu. İnsanlar arasında elələri də var ki, Allahın rizasını qazanmaq üçün öz canını və malını fəda edər. Baxın, duanın və itayətin gücünə. 24-cü günün imsakında səni razı salacaq şeyləri istəyirəm deyəndə, Rəbbinizə məhz bunu deyirsiniz. Allahım, dünya məni mülklə imtahan edəndə, mənə Süheybin qəlbindəki o fədakarlığı ver ki, mən də qazanclı ticarət edənlərdən olum. Bu mübarək günlərdə qarşımızda duran ən böyük mənəvi təhlükə, etdiyimiz duaların anında cavablanmadığını görəndə ümidsizliyə qapılmaq və duanı tərk etməkdir. Allah məni eşitmir demək şeytanın ən sadiq vəsvəsəsidir. Lakin Hikmət məktəbinin ustası İmam Əli əleyhissalam, oğlu İmam Həsənə yazdığı o məşhur 31-ci məktubunda duanın necə bir güc olduğunu və gecikmənin arxasındakı fəlsəfəni bizə öyrədir. İmam Əli əleyhissalam yazır: Ey oğlum, bil ki, göylərin və yerin xəzinələri əlində olan Allah sənə dua etmək izni vermiş və qəbul edəcəyinə zəmanət vermişdir. O, xəzinələrinin açarlarını dua etmək icazəsi verməklə sənin öz əllərinə tapşırıb. Nə vaxt istəsən, dua edərək onun rəhmət qapılarını aça bilərsən. Sonra İmam Əli əleyhissalam o cavabın gec gəlməsinin psixologiyasını belə izah edir. Duanın gec qəbul olunması səni əsla ümidsizliyə salmasın. Çünki verilən pay istəyən qulun səmimiyyəti və niyyətinin dərəcəsinə görədir. Bəzən qəbul olunma gecikdirilir ki, dua edənin mükafatı artsın və ümid edənin payı çoxalsın. Bəzən sən bu dünyada bir şey istəyirsən, ancaq o sənə verilmir, lakin əvəzində gec-tez ondan daha yaxşısı verilir. Və bəzən sən elə bir şey istəyirsən ki, əgər verilsəydi, dininin və axirətinin məhvinə səbəb olardı. Allah da səni qorumaq üçün onu vermir. Baxın bu idraka. İmam Əli bizə deyir ki, sən yalnız rizanı istə. Allah bəzən yox deyərək əslində səni qoruyur, sənə rəhm edir. 24-cü günün duasında məni razı salacaq şeyləri ver demirik, səni razı salacaq şeyləri istəyirik deyirik. Çünki Allahın seçimi bizim öz-özümüz üçün etdiyimiz seçimdən 1000 qat daha xeyirlidir. Bəs bu qədər sınaqların, duaların içində Peyğəmbərimiz sallallahu aleyhi və alihi və səlləm xüsusilə hansı insanların duasının qətiyyən geri qaytarılmadığını, Allah qatında dərhal qəbul edildiyini müjdəliyib. Rivayət edilən bu səhih hədis xüsusilə Ramazan ayında oruç tutanlar üçün ən böyük silahdır. Kainatın əfəndisi sallallahu aleyhi və alihi və səlləm qəti və şübhəsiz bir dillə bəyan edir. 3 nəfər var ki, onların duası əsla rədd edilməz, geri qayıtmaz. Birincisi, iftar edənə qədər və iftar anında oruç tutan şəxsin duası. İkincisi, ədalətli rəhbərin, hakimin duası. Üçüncüsü isə zülmə uğramış, haqsızlığa məruz qalmış məzlumun duası. Rəsulullah sallallahu aleyhi və alihi və səlləm məzlumun duasının gücünü belə təsvir edir. Allah məzlumun duasını buludların üzərinə qaldırar.
ona göylərin qapılarını açar və Rəbb belə buyurar: İzzətimə və cəlalıma and olsun ki, bir müddət sonra da olsa sənə mütləq kömək edəcəm. Lakin bizim üçün Ramazan günlərində ən önəmli nöqtə birincisidir. İftar və imsak anında oruclunun duası. Oruclu şəxsin mədəsi boş, lokması halal olarsa, onun dodağından çıxan dua göyləri yarar. Buna görə də bu gecə 24-cü günün imsakında əlinizi qaldırdığınız an, bilin ki, siz Rəsulullahın duası rədd edilməyən dediyi o xüsusi məqamdasınız. İndi dərindən, aramla bir nəfəs alın. İçinizdəki o ümidsizliyi, duam qəbul olmur deyə çəkdiyiniz o ağırlığı bu nəfəslə çölə atmağa hazırlaşın. Gözlərinizi yüngülcə qapayın. Özünüzü imsakın o dərin, mistik sükutunda təsəvvür edin. 24-cü gecənin o mütləq nuru, yorğun qəlbinizi yuyub təmizləmək, dualarınıza qanat vermək üçün süzülür. Birincisi, loxmanızı və qəlbinizi paklayın. 24-cü günün duasını pıçıldayın. Allahım, mənə yalnız səni razı salan şeyləri ver. Səd ibn Əbi Vəqqasa verilən nəsihəti xatırlayın. Qəlbinizlə bərabər ruzinizi, qazancınızı da halallaşdırın ki, 40 günlük maniyələr ortadan qalxsın və duanız göylərə uçsun. İkincisi, dünyanı verib itaəti seçin. Bütün qızıllarını və mülkünü Allah üçün tərk edib qazanclı ticarət edən Süheyb Ər-Ruminin və Allahın pərdəsiz danışdığı, lakin yenə də dünyanı deyil, yalnız onun yolunda fəda olmağı istəyən Əbdullahın imanını xatırlayın. Dünya sizi sınağa çəkəndə, sənə itaət etməyim üçün mənə kömək et duasını edib mənəviyyatı seçin. Üçüncüsü, açarları işlədin. İmam Əlinin əleyhissalamın buyurduğu kimi, xəzinələrin açarı sənin öz əlindədir. O açar, səmimi duanın özüdür. Gecikmədən ümidinizi kəsməyin. Çünki Rəbbiniz sizin oruc ağızla etdiyiniz heç bir səmimi duanı geri çevirməyəcək. Siz bu qaranlıqda tək deyilsiniz. Siz imsakın nuru ilə oyanan, rızanı dünyadan üstün tutan və xəzinələrin qapısını döyən xüsusi bir bəndəsiniz. Əgər bu video qəlbinizdəki o yükü yuyub apardısa, sizə Allah məni eşitmir qorxusundan qurtulub, o sonsuz xəzinəyə bir daha ümidlə əl açmaq cəsarəti verdisə, zəhmət olmasa, bəyənərək və bizə abunə olaraq mənəvi səyahətimizə dəstək olun. Və rəy bölməsində onun mütləq lütfünə və rızasına olan ehtiyacınızı bəyan etmək üçün bu cümləni yazın. Allahım, mənə səni razı salan şeyləri bəxş et. Məni sənə asi olmaqdan qoru və mənə sənə itaət etmək üçün güc ver. Dualarımı geri çevirmə. Oruclarınız qəbul, dualarınız müstəcab və ruhunuz daim onun rızası ilə dolu olsun. Allahümmə salli ələ seyyidina Muhammed və ələ əli seyyidina Muhammed. Hələlik, Allah amanında.